Salam. Bu gördüyünüz mənim yeni fəaliyyətlərimdir. Fikir verin. Bu bitki xiyar bitkisidir. Mən burada damcı üsulundan istifadə eləmək üçün bizdə su qıtlığı olur. Onunla əlaqədar olaraq. Bax, kola şüşələrini su ilə doldurub və elə qapağın o dərəcədə açıq qoymuşam ki, oradan su ancaq damcı bitkiyə gedir. Və özümlə belə bir suvarma tətbiq eləmişəm, suya qənaət etmək üçün. Fikir verin. Artıq burada xiyarlar da var. O xiyarına baxın. Fikir verin. Bu bitki bir evli bitkidir. Bunun bax, elə çiçəkləri var ki, bax bu çiçəklər erkək çiçəklərdir. Erkək çiçəklərdən meyvə əmələ gəlmir. Bax bu da sadəcə o tozlanmada iştirak edir. Amma fikir verin, bu dişi bitkidir. Bundan xiyar yaranacaq. Fikir verin. Mən baxıram ki, bir yarpaqda erkək çiçəkdir. Digər yarpağın qoltuğunda isə dişi çiçəkdir. Elə bil növbələşiblər. Fikir verin. Və buna sapla, yəni iplə yuxarı qaldırmışam. Az yer tutsun. Digər bitkilərə maneçilik törətməsin. Siz də belə istifadə edə bilərsiniz. Az bir yerdə. Bax, belənciyinə özünüz üçün. Həm estetik zövq verir insana. Həm də maraqlıdır, həm də qida kimi istifadə eləmək də mümkündür. Hər səhər yuxudan durandan sonra gəlib bunlara baxıram ki, görün bunlarda nə dəyişikliklər var. Suları qutarıbsa, kola şüşələrini doldurun, təzədən qoyun. Siz də istifadə edə bilərsiniz. Qidaya olan ehtiyacınızı ödəmək üçün. Bu boş çiçəkdir. Erkək çiçəkdir bu. Belə bitkilərə biz bir cinsli, bir evli bitkilər deyirik. Biologiyada. Bunlar bax, fikir verin. Bığcıq yaradırlar. O bığcığın köməkliyini dayağa dırmaşırlar. Dayaq rolunu yerinə yetirmək üçün də mən bax bu iplərdən istifadə eləmişəm. Hər biriniz yararlana bilərsiniz. Maraqlıdır. Bu qədər, sağ olun.